İnsan niyə ürəyi sıxılır? Müəyyən amillər var. Yəni onu tapmaq lazım. Kökü nədir? Nə olur? Nə baş verir? Bəzi vaxtlar kökü ruhumuz kiçikdir. Hər xırda detal bizi narahat edir. Bunun üçün biz nə etməliyik? Ruhumuzu böyütməliyik. Ruhun böyütməyin yolu nədir? Rəcəblə Şaban ilə ruhun böyüməsi üçün mükəmməl bir dənə günlərdir. İbadəti, orucu, zikri, ruh get-gedə ələm nəşrəflə istidrak olur. Böyüməyə başlayır. Çünki hədislərdə qəlbi bənzədiblər nəyə? Qaba bənzədiblər. Vi'a kəlməsi gəlib. Kullu vi'a'in yetəzəyyəq. Bütün qabların bir dənə xüsusiyyəti var ki, orada suyu töksən daha daralır da, həcmi da ondan artıq tökə bilmir. Amma yeganə deyir qəlbdir ki, elə bir qabdır ki, nə qədər rəhmət gəlsə böyüyə. Böyüt qəlbivi. Rəcəblə Şaban ayı böyütmək üçündür. Amma bir dənə bir söz deyim sizə. Vay o gündən ki, insan o qabı yağış yağmaq üçün hələ bir dənə qab qoyur, yağış yağır, o qabın tutumu qədər. Tutaq ki, o bir stəkandır, nəzər alın. Qəlbimiz bu qədərsə bu qədər dolacaq. Düzdür? Qəlbimiz biraz böyük olsa nə olacaq? Daha böyük qəb, feyzi qəb. Ramazan ayında yağış, leysan yağış yağacaq. Qəlbimizi böyütməliyik. Allah Quranda deyir, nuqallib əfidətəhum. Bəzilərini bir həddə enərlər, tənəzzül eləyərlər ki, qəlblərini çevirərəm. Təzəvvürün ki, stəkanı belə çevirdik. Nə baş verdi? Yağış tökülsə də dolmayacaq ki. Nuqallib, çevirərik. Niyə nuqallib? Çünki düz yolda getmədi. İlahi yoldan keçdi. Deməli, biz qəlbimizi böyütməliyik. Rab bizi nə eləmən? Qəlbimizi böyüt, ya Rəbbəl aləmin. Vücudumuzu böyüt Allahım. Rəcəb ayı və Şaban ayı bunun üçün böyük bir fürsətdir. Ruh ki, böyüməyə başladı. Ruh ki, oldu ələm nəşrah ləkə sadrak. Orada da okean qədər olsan, oraya atılan daşlar neyniyər ki? Çıngıllar neyniyər ki? Udar hamısı o daşlar, o okean. Amma biraz balaca bir fikir versə, bir çalı olsa, bir daşadan gibi silkələnir. Bəzi sözlər nə olur? Bizi yorur. Niyə ruhumuz balacadır? Ona görə sıxılırıq. Bu bir amildir. Amillərdən biri günahlarımız ola bilər. Günahın bir dənə xüsusiyyəti var, ruhda sıxıntı yaradar, biləsiniz. Üçüncü məsələ. Təvəkkül problemimiz olsa, o insan ki daha məsələn dünyasını dəyişsə başlayır sıxılmağa. Necə? İzah verirəm sizə. Bir adam bir növ dünyasını dəyişir, dostu tanışır, adam qəmlənər də, dostumu itirdim. Bir də var sənin ümidin, gümanın o idi. Sən gücü, qüdrəti ondan bilmirsən. O da yoxdur. O da küsüb səndən, o da səndən ayrılıb. O da məsələn dünyasındır. Sən sıxılırsan. Həyat sönəcəksən. Bəli. İnsan gələk qüdrəti Allahdan bilsin, gücü Allahdan bilsin. Əhvanəl buyut ləbeytul ənkəbut. Allahdan başqa bütün qüdrətlər hörümçək evinə bənzəyər. Hörümçək evi düzdür, nizamlıdır, qəşəngdir, həndəsə hesablamalarla da. Üfürsən nə olar? Darmadağın olar. Amma Allah deyir, liyutfiyu nur Allah, istəyirlər üfürməklə Allahın nurunu söndürsünlər, günəşi üfürməklə söndürmək olar. Təzəvvürlə böyük bir dənə tonqal yanır, onu üfürməklə söndürə bilərsən, özün yanarsan. Əsla. Özün yanarsan, özün aradan gedərsən. Bəzi vaxtlar sıxıntının səbəblərindən biri, o qədər insan başqa dostlarının gücünə, filan kəs məsələn, filan vəzifədə də ona o qədər inanır. Yəni, daha Allah'ı unudub, o bəni xilas edir. Fikir verdiniz. Onu da itirəndə sıxılma gəldi, sıxıntı gəldi. Amma yox, qüdrət kimdir? Allahdır. Əla kulli şeyin qədir kimdir? Allahdır. Güclü qüvvətli kimdir? Allahdır. Və mə əntumul fuqara ilallah fəhvəl qəniyyul həmid. Hamvuz, fəqirsiz, zəifsiz. Xəni kimdir? Ehtiyatsız kimdir? Allahdır. Bu təzihniyyət adam üçün möhkəm dayaq üstüdür. Dağ kimidir. Çünki Rəbbəsi və mə indəkum yənfəd və mə indəllahi baq. Allah deyir Quranda deyir, nə ki siz baxırsınız, görürsünüz, onlar aradan gələcək ya, fanidir. Baqi mənəm. Baqiyə bağlan, baqiyə. Fanini qoy kənara. Demirəm, insanlara qarşı etinasız ol, etinasız. Demirəm, kimsə sənə yaxşılıq etsə, onu təşəkkür edirəm. Əsla bunu demirəm, mən belə təbliğ eləmişəm məgər? Yox. Amma lütf Allahdandır, güc ondandır, qüdrət ondandır. Bir sıxıntımız da bu ola bilər, olsun ki, niyə sıxılırıq? Bu üç, bir dənə də bir ali sıxıntı var. İmam Zaman əleyhissalam narahat olsa deyirlər, iman əhli narahat olur. Onun qəlbi sıxılanda, deyir, o sıxıntıdan gələr bir damla bizə düşər. Çünki qəlbdəki sinxiyyət var. Möminlərin xüsusiyyətləri. Qəlbdəki bir sıxıntı var. O cür nə gələnər. Allah özü kənəz.